Salam əziz dinləyicilər, sizləri 369 TV-nin efirində xoş gördük. Bugün sizlərə çox maraqlı və bir o qədər də dramatik bir mövzu barədə danışacağım. Kastratorlar və ya səmavi səsin qurbanları. Dünya mədəniyyəti və musiqi tarixinin ən təlatümlü, eyni zamanda ən ecazkar səhifələrindən birinə səyahət edəcəyik. Bugün haqqında danışacağımız mövzu insana verilən ən qiymətli hədiyyələrdən birinin səsin dramatik taleyi barədə olacaqdır. Kastratorlar. Buna zərurətin doğurduğu fenomen və ya kilsənin Allah yolunda verdiyi qurbanlar da deyə bilərik. Kastrator termini bəlkə də qulağa qəribə gəlir. Lakin 18-ci əsrin Avropa operasında bu ən yüksək dərəcəli ulduz bir mif idi. Kastratorlar axı kim idilər? Onlar uşaqlıq dövründə vokal diapazonunu və incə qadın səslərini böyüyəndə itirməsinlər deyə və o məlahətli səsi qoruyub saxlamaları üçün tibbi əməliyyatlara məruz qalmış kişi müğənniləri idilər. Yəni, daha doğrusu desək, uşaq vaxtı axtalanaraq Allahın verdiyi səsi qoruyan körpələr idilər. Axı niyə cəmiyyət belə bir qəddar seçimə ehtiyac duymuşdur? Bu iki əsas amil ilə bağlı idi. Birincisi, kilsənin qadınların xorda oxumasına qoyduğu qadağa, ikincisi isə Barokko operasının tələbi idi. Barokko dövründə təxminən 1600-1750-ci illərdə uşaqların axtalanaraq kastrat müğənnilərinə çevrilməsinin arxasında həm musiqi estetikası, həm də dövrün qəribə qanunları dayanırdı. Bu təcrübənin əsas səbəbləri qadınların səhnə qadağası, fövqəlbəşər səs texnikası, maddi qazanc, şöhrət və barokko estetikası, yəni sunilik və möhtəşəmlik idi. O dövrdə Katolik kilsəsinin qanunlarına görə qadınların kilsə xorlarında və bir çox hallarda ictimai teatrlarda, xüsusilə də papalıq dövründə oxuması qadağan idi. Lakin bəstəkarlar yüksək tonlu, soprano və alt səslərə ehtiyac duyurdular. Kastratlar isə qadın səsini əvəz edən yeganə qanuni həll yolu idi. Kastratların səsi adi kişi və ya qadın səsindən tamamilə fərqli idi. Bu əməliyyat nəticəsində onların ağciyər həcmi artır və döş qəfəsi kişi kimi böyüyürdü. Bu da onlara nəhəng nəfəs tutumu verirdi. Bir nəfəsə dəqiqələrlə oxuya bilirdilər. Ancaq səs telləri uşaq qalınlığında qalırdı. Ortaya inanılmaz dərəcədə güclü, lakin qadın incəliyində olan mələksu və virtuoz bir səs çıxırdı. Barokko operasının tələb etdiyi mürəkkəb vokal pasajları yalnız bu fiziki quruluşla ifa etmək mümkün idi. Pula görə yoxsul ailələrin çoxu övladlarını bu əməliyyata məruz qoyurdu. Çünki uğurlu bir kastrat müğənni dövrünün rock ulduzu hesab olunurdu. Onlar Avropa saraylarında fantastik məbləğlər qazanır və ailələrini yoxsulluqdan xilas edirdilər. Məsələn, məşhur Ferinielli dövrünün ən zəngin və nüfuzlu insanlarından biri idi. Barokko incəsənəti reallığı deyil, təbiətdən üstün olanı sevirdi. Səhnədə qəhrəmanları Sezarı və ya Heraklı qadın kimi incə, lakin aslan kimi güclü səslə oxuyan bir kişinin canlandırılması o dövrün tamaşaçısı üçün qəribə deyil, əksinə sehirli və heyranedici görünürdü. Bu təcrübə olduqca ağrılı və qeyri-insani idi. Minlərlə uşaq əməliyyat olunurdusa, onlardan yalnız bəziləri böyüyərək əsl müğənni, əsl kastratorlar ola bilirdilər. Qalanları isə həm fiziki, həm də mənəvi travmalarla yaşamağa məhkum idilər. Bu hadisələrin məntiqi sonluğu cinsi azlıqların çoxalmasına səbəb olurdu. Ən inanılmazı isə bunu edənlər biz insanlar idik. Allah adına xidmət edən kilsələr idi və yaxud mədəniyyət adına
xidmət edən xadimlər idilər. İnsanların və ağılsız valideynlərin evlatlarının həyatı bahasına xoşbəxt həyat sürmək istəyi bu gün də az deyil. Yüksək registrdə oxuyan uşaqlar və falsetto istifadə edən kişilər bu boşluğu doldururdu. Lakin barokko dövründə opera yarananda bəstəkarlar qadın səsinin emosional gücünə və virtuozluğa malik, lakin kişi bədəninin həcminə və gücünə sahib bir səsə ehtiyac duyurdular. Normal yetkin kişi səsi isə yuxarı notlarda bu virtuozluğu təmin edə bilmirdi. Kastratonun səs gücü tonora, incəliyi isə sopranoya bərabər olan unikal bir səs bu tələbatı qarşıladı. Kastratoların həyatı ziddiyyətlərlə dolu idi. Bir tərəfdən onların taleyi inanılmaz dərəcədə ağrı-acılı idi. Lakin digər tərəfdən peşəkar kastratolar dövrlərinin super ulduzları idilər. Onlar qeyri-adi şöhrət, böyük sərvət qazanırdılar. Krallar və kraliçalar tərəfindən saraylara dəvət olunurdular. Onların performansı zamanı tamaşaçılar ekstaz halına gələrək bəzən isə huşlarını itirirdilər. Onların səsi o qədər təsirli idi ki, müasir dövrdə onu tam təsəvvür etmək mümkün deyil. Barokko musiqisinin divası hesab edilən Farinelli bəlkə də onların ən məşhuru idi. Onun haqqında deyilirdi ki, o kimsənin oxuya bilmədiyi notları ifa edir, kimsənin təqlid edə bilmədiyi nəfəs tutumuna və texnikasına sahib idi. Farinelli 10 il İspaniya kralı 5-ci Filipin xidmətində tək başına olmuşdur. Bəs bu səsin sirri nədə idi? Kastrasiya əməliyyatları nəticəsində orqanizmdə testosteron hormonunun səviyyəsi kəskin azalırdı. Nəticədə səs telləri uşaqdakı kimi incə qalır, lakin fiziki cəhətdən böyüyən ağciyər və döş qəfəsi sayəsində səsin gücü və rezonansı xeyli artırdı. Onların nəfəs tutma qabiliyyəti adi müğənnilərdən fərqli idi. Çünki onlarda qabırğa qığırdaqları daha gec sümükləşirdi. Bu da ağciyərlərin daha çox genişlənməsinə imkan verirdi. Bu iki amilin birləşməsi nəticəsində səmavi, qeyri-insani dərəcədə təmiz və virtuoz bir səs yaranırdı. Maarifçilik ideyalarının yayılması ilə bu qəddar praktikaya qarşı ictimai təzyiqlər artmağa başladı. İnsan haqları və etik normalar fonunda Kastrato İnstitutu kəskin şəkildə tənqid olunurdu. 1870-ci ildə İtaliya hökuməti qeyri-dini operalar üçün kastrasiyanı qadağan etdi. Yalnız 1903-cü ildə 10-cu Papanın qərarı ilə kilsə xorlarında kastratoların iştirakına tamamilə son qoyuldu. Müasir dövrdə səsini uşaqlıqdakı kimi saxlaya bilmiş sonuncu rəsmi kastrato Aleksandro Moreski idi. O 1922-ci ildə vəfat etdi. Moreskinin 1902-1904-cü illərdəki yeganə audio yazıları bu unikal səsin necə səsləndiyinə dair az da olsa bizlərə tarixi bir pəncərə açır. Kastratoların hekayəsi musiqi sənətinin tələbləri ilə insanlığın etik sərhədləri arasındakı gərginliyi əks etdirən ağır bir həqiqətdir. Onların səsləri sustu. Lakin bu unikal ulduzların yaratdığı sənət barokko operasının ən yüksək zirvəsi olaraq qalır. Sonda bu kimi verilişlərin olmasını istəyirsinizsə kanalımıza abunə olun və növbəti verilişlərimizi gözləyin. Əgər kimlərsə kanalımızda çıxış etmək və hansısa mövzunun müzakirəsinə qatılmaq istəyirsə bizə müraciət edə bilərlər. Hələlik.